Gel burada. Gel hele gel. Salam hamıya. Xoş gəlmisən, get. Dayanmısan qapının ağzında, çək də bunu da. Çək də bu evi də. Çək satılsın da bu ev, qardaş. Sarayda mini villa. Mini deyəndə yəni belə deyək də 3 sotlu sənətdə. Şəxsi özü üçün tikilmədir. 4 sotlu əslində 3 sot sənətdədir. 200 kvadrat balkonun pəncərədən arxadan. O dəniz orada, Novxanı plajı görsənir. Deməli saray bağlarıdır bura. Saray bağları, sarayın içi ilə deməli gəlirik üzü Novxanıya gedən yolun üstündə. Burada Malbro deyilən bir yer var. Malbro mağazini. Amma burada belə deyil. Bax o yoldadır. Yoldakı asfaltlı enli. Bura verandadır. Oturub dincəlmək. Burada sanuzyolu. Çəkmə ehtiyac yoxdur da. Həyət üçün nəzərdə tutulur. Evimizin baseyni də var. Baseynin ölçüləri deməli 3-ün 4-ə. Belə xudmani balaca, yəni çimmək üçün, dincəlmək üçün. Qiymət də ki münasibdir ya. Əsas qiymət 168.000 manatdır. Sənədlər də ki qaydasındadır, tam mülkiyyətdir. İpoteka yanı yararlıdır. Həyətinə bir 3 dənə maşın girir. Giriş qapısıdır. Həyətin işıqlandırması var. Yaşıllığı, ağacda da əkilib. Arxada belə deyək, tut ağacı da var. Yayda tut da yeyə bilərsən. Bir anda oradan dəniz görsənir. Plyaj. Evin arxasına keçməyə ehtiyac yoxdur. Prosta deyəcəm ki, bax orada, bax o qapı var orada. Orada kombisi orada yerləşir. Evimizdəki monolitdir. Aşağı da monolitdir, mərtəbə arası da monolitdir. Kəməri atılıbdır, hamısı qaydasındadır. Bir sözlə. Qiymət münasib, əsas qiymətdir. Hələ biraz endirimi də olacaqdır. Bax, hovuzumuz 3-ün 4-ə. Buradan da evin arxasında keçid var. 4 otaqlıdır. Otaqlarda indi belə deyək də aboy vurulmayıbdır. Bir də aboy qalıbdır. İndi qiymətdə razılaşsınız, aboyu da özü vurar. Razılaşmasınız, biraz endirim eləyər, elə bu vəziyyətdə də satacaqsınız. Gəl. Evimiz hamısı istipoldur. 1-ci mərtəbə. Otaqlar hamısı geniş, bura qonaq otaqdır. Bir dənə aboyu qalır, hamı güzel. Asma tavanı zadı, hər şey qaydasındadır. Böyük belə pəncərə. Monolitdir da dedim. Bir ilə 2'nin arası da. Bura mətbəxidir. Bir də bir kuxnası var. Sonra altı üstü 200 kvadrat. Burada böyle qəşəng, səliqəli duş kabinlə hamam otağı. İşte qalxaq 2-ci mərtəbəyə, oranı da görsədək. Gedək. Yuxarıda da deməli 3 dənə yataq otağı və eyvan. 1, 2, 3. Burada stipol 2-ci mərtəbə. Bu 1-ci otaqdır. Əslində, gəl bura, zəhmət olmasa, oradan idi. O tərəfdə. Yəni, görüm, hasrətdir, dəniz ya. Amma evlərə baxan aşağıda var. Hündürdür. Yox, dəniz, arxadadır. Evlərə baxan aşağıda, hündürdədir. Bura baxdıq. Bu 2-ci otaqdır. Bura ən çox meyil göstərir, xırdalanmasızlıqda yaşayan, Sumqayıtda yaşayanlar üçün bu 3-cü otaqdır. 3 dənə yataq otağımız 2-ci mərtəbədə. Bax. Gəlir, dəniz buradadır, mən də o tərəfdə, mənə dəniz verin axtar. Bir dənə dənizi çək. Balkondan görsənir, qardaş. Xudmani da villa belə, mini villa, baseyn. Sumqayıt oradadır, qardaş. Kim alsa Allah xeyir versin. 070 858 31 44 nömrəsi ilə əlaqə saxlayın. Gəlin, baxın. Yerində baxın. Qiymətdə də köməkli eləyərik, biraz endirim eləyək.